dövlət qeydiyyat nömrə nişanları yerində deyil, həm də maşında konstruksiya dəyişikliyi var. Konstruksiya dəyişikliyi aradan qaldırıldıqdan sonra inzibati protokol tərtib olunacaq. Çox narahat, cəmaət çox narahat edirlər, həqiqi narahat edirlər. Gecə saat 3, 4, hər gecə belədir, hər gecə. Cəmaət yatamır gecədə, uşaq var, xəstə var. Motosikletlərin o səs boğucuları çıxardıb idarə edirlər, onun belə səsləri insanı narahat edir. Qanun çərçivəsində sürəndə əlbəttə ki, nə polis əməkdaşları, nə əhali heç bir söz demir. Ancaq qanunsuz, içkili vəziyyətdə nə şükən qarşısında, nə motosiklet qarşısında oturmaq, əyləşmək olmaz. Çünki bu həm sizin öz həyatınız üçün, həm də qarşı tərəfin həyatı üçün böyük təhlükə kəsb eləyir. Evə gedə bilmirsən, yata bilmirsən, maşın musiqi səslərindən. Musiqiyə yüksək səs verməkdən İnzibati Xəstələr Məcəlləsinin tələbini pozur.